açıqladığımız vakansiyalarda və yaxud da partnyorla iş zamanı vakansiyaya gələn namizədlərdən belə bir cümlələr eşidirik müsahibələrdə. Fərqi yoxdur, hansı iş olsa olar, işləyərəm. Bu yanaşma barədə nə düşünürsünüz? Bu uzun müddətli karyeralar üçün onların təhlükədirmi, yoxsa necə qiymətləndirirsiniz? İndi burada bir məsələ var. Həmin şəxsin sosial bugünkü vəziyyəti ilə də asılı bir vəziyyətdir. Gəlirli səviyyəsi, yaşayış səviyyəsi, ona olan təminat. Bunlar çox çətindir və hər kəsdə eyni deyil. Mən bunu başa düşürəm. Ancaq mənim tövsiyəm nədir? Gəlin biz iki segment üzrə danışaq. Tutaq ki, bir gəncdir, ailə təminatı var və bu yoldaş təhsilini alıb irəli getmək istəyir. Onun bugün pul dərdi yoxdur. Əgər bu yoldaşın bugün qazancla bağlı bir problemi, sıxıntısı yoxdursa, o mütləq şəkildə öz sahəsi üzrə könüllülük proqramlarına müraciət etsin. Bu proqramlar yoxdursa, ora seçilə bilmirsə, əgər əlində müəyyən qədər bilik və bacarıqları varsa, yəni bu 4 il belə deyək də boş vaxt itirməyibsə, o şirkətlərə müraciət eləsin. Yazsın, CV-sini göndərsin. Hətta biz bunu dəfələrlə bir neçə gəncə də eləmişik. Göndərsin, desin ki, mən 3 ay müddətində könüllü şəkildə qapınızı döyürəm, ödənişsiz, sizə təmənnasız fayda vermək istəyirəm. Xahiş edirəm, məni işlə təmin edəsiniz, filan sahə üzrə. Və o sahə üzrə araşdırıb orada öz motivasiya məktubunu yazsa ki, mən bu sahəyə gəlmək istəyirəm, burada sizə bu şeylərdə kömək eləmək istəyirəm. Mən sizə inandırım ki, pulsuz işçidən kim qaçır ki? Dəvət eləyəcəklər və onlara bir təcrübə proqramı kimi eləyəcəklər. Mənim tanıdığım şirkətlərin əksəriyyəti də hətta o yoldaşa əlavə olaraq təqaüd də veriblər, gələcəkdə onun işlə də təmin ediblər. Yəni ki, amma mən iş tapmaq üçün nə gəldi işləyim psixologiyası olanda, bu artıq məsələn onun gələcəkdə karyerasının soymasına səbəb olur. Tutaq ki, bizim hansısa bir gəncimiz var, o ailə təminatı çox aşağı səviyyədədir, Bakıda qalır, kiradadır, valideynləri rayondadır, biz bunun minlərlə kes görmüşük. Onun həyatda qalması mütləqdir. Bu zaman mən nə tövsiyə edirəm? Həmin dostumuz, yəni insan ayaqüstə qalması üçün məcburi şəkildə digər hansısa bir işlərdə də çalışa bilər. Müəyyən qədər vəsaitini toplasın, axşam kurslara getsin. Yəni həyatını o digər sevmədiyi işə həsr eləməsin. Özünü təkmilləşdirsin. Mənim dediyim kimi istiqamət, biz onlara çox yaxşı alətlər veririk, istiqamət veririk, nə etmək lazımdır. Bunu da canla başla təmənnasız eləməyə hazırıq. Bütün gənclərimiz üçün deyirəm. İstiqamətləndirir ki, gedin bu şirkətlərdə qapısını döyün. Bəzən biz də döyürük onların əvəzinə. 5-indən təsdiq alanda 3-ündən təsdiq almırıq. Bəlkə də onların vizyonunda bu yoxdur. Amma yavaş-yavaş o adamları gedib yerinə çatmağına dəstək oluruq. Çünki insan öz bilik və bacarığından, öz xəyalından, maddiyyata görə uzaqlaşanda onun həyat keyfiyyəti də aşağı düşür, həyata motivasiyası da düşür. Yəni bunu müvəqqəti tramplin kimi görmək lazımdır. Müvəqqəti olan şey də insanı incitmir. O bilir ki,